Bugün esse nümunəsi ilə tanış olacağıq və esseni necə yazacağımızı, hansı strukturlara əməl edəcəyimizi öyrənəcəyik. Gəlin esse strukturuna baxaq. Intermediate səviyyəsində olan biz inşa növünə baxacağıq, esse nümunəsinə baxacağıq və essemizin adı face-to-face communication essay adlanır. Yəni canlı ünsiyyətdən gedir söhbət. Strukturun ilk bölməsi introduction adlanır. Introduction giriş deməkdir. Introduction'ın özünü biz iki hissə ilə ifadə edə bilərik. Birinci hissə general sentence about communication. Deməli, communication ilə əlaqəli olduğuna görə, yəni ümumi bir bu mövzu ilə bağlı biz cümlə yazmalıyıq, fikir bildirməliyik. Daha sonra isə deməli bu esse növü nə haqqında olacaq? Yəni agree or disagree, yəni razılaşırıqmı bu fikirlə yoxsa razılaşmırıq? Yəni fikir bildirən bir esse növü olacaq. Və biz ilk növbədə ümumi girişdən sonra fikrimizi bildirəcəyik ki, yəni razıyıqmı, razı deyilikmi? İkinci hissə body paragraph 1 olacaq. Birinci səbəbi deyəcəyik, daha sonra qısa bir izah verəcəyik. Sonda isə nümunə. Body paragraph 2 da eyni formada davam edəcək. İkinci biz səbəb göstərəcəyik, daha sonra qısa bir izah və sonda bir nümunə. Və sonuncu strukturu isə, bölməsi isə conclusion olacaq. Yəni ki, nəticə, final, yekun hissəsi. Restate your opinion, yəni bir fikrini yenidən parafraz edirsən ki, ümumən bu essedə sən nə qənaətə gəldin, nə fikir bildirdin və daha sonra isə biz sonda final general comment bildirəcəyik. Yəni fikrimizi ümumi ifadə etdikdən sonra biz yekun bir cümlə ilə yekunlaşdıracağıq, bir şərhlə yekunlaşdıracağıq. Gəlin indi bu strukturları biz face-to-face communication essaya tətbiq edək. Deməli, məsələn, general sentence about communication. Birinci hissəyə baxın. Bu hansı hissələri əhatə edir? People use many ways to communicate today like letters, emails and phone calls. Bu hissə. Artıq bu bir giriş oldu ki, bugün insanlar məktublar, e-maillər, telefon zəngləri kimi müxtəlif kommunikasiya vasitələrindən istifadə edir. Bu bir ümumi giriş idi. Daha sonra keçirik ikinci hissəyə. Your opinion, yəni sənin fikrin nədir bununla bağlı? However, ancaq I believe, yəni mənim fikrim olaraq da, yəni mən inanıram ki, face-to-face communication is better than other types. Yəni canlı ünsiyyət digər növlərdən daha deməli yaxşıdır. Talking in person is more natural and helps people understand each other more easily. İnsanla danışarkən, yəni bir insanla danışarkən bu daha təbiidir və biz insanları daha yəni rahat, yəni bir-birimizi daha rahat başa düşürük, asanlıqla başa düşürük, bu mənadadır. Yəni bu iki struktura biz əməl etdik. İndi keçirik body paragraph 1-a. Body paragraph 1-a, məsələn, giriş hissəsi olaraq first of all-dan biz istifadə edirik. First of all, birinci olaraq, yəni ilk növbədə. Face-to-face communication allow us to see the other person's emotion and body language. Deməli, birinci biz səbəbi veririk. Yəni ki, canlı ünsiyyət digər insanların emosiyalarını, bədən dillərini başa düşməyimizi icazə verir, imkan yaradır bizə. Sonra biz short explanation verməliyik. When we meet someone in person, we can see if they are happy, sad or confused. Yəni bir insanla görüşəndə biz artıq bilirik o insan xoşbəxtdirmi, qəmgindirmi, hansı haldadır, çaşqın haldadır. Sonra da nümunə deyirik. Baxın, nümunə for example olmalıdır. For example, yəni nümunə olaraq, if a friend is upset, we can notice it from their face and try to comfort them. Əgər dostumuz upset, yəni məyusdursa, biz bunu deməli başa düşəcəyik, sezəcəyik. Onun üzü quruluşundan və onu kömək etməyə çalışacağıq. This is not possible in an email or text message. E-maillə və yaxud da mesajla mümkün olan bir hal deyil. Keçir ikinciyə. İkincidə secondly, ikinci olaraq, yəni bu artıq bizim body paragraph 2-muz olur. Yəni deyir ikinci olaraq, ikincisi face-to-face communication builds stronger relationships. Yəni canlı ünsiyyəti
daha da gücləndirir. Daha sonra biz burada explanation veririk, yəni izah veririk. When we spend time with someone in person, we feel closer to them. Digər bir kəslə ki, vaxt keçiririk, biz ona daha yaxın oluruq. Sonra da for example nümunə verir. Belə, yəni bu ardıcıllıqla gedir. Daha sonra in conclusion, yəni yekunda olaraq biz nə edirdik? Restate your opinion, yəni öz fikrini bir ümumiləşdir. All the emails and phone calls are useful. Face-to-face communication is still the best way to connect with others. Yəni fikrini ümumiləşdir ki, mən bu fikirlə razıyam ki, face-to-face communication esse belə deyək də, ən vacib, yəni ki, ünsiyyət növüdür və daha sonra sonda final general comment, yəni sonda da bir it helps us və nəyə görədir, səbəb olaraq da bir şərh bildirir ki sonda və o bizə kömək edir ki, bir-birimizin hisslərimizi daha yaxşı başa düşək, daha güclü münasibətlər inşa etdirir, qurur. Bax bu formada. Yəni burada belə deyək də essenin adı yazılıb, amma essedə əsas fikir bu idi ki, yəni ki face-to-face communication esse rolu barədə. Yəni bu fikirlə razısınızmı ki, gündəlik həyatda vacibdir, önəmlidir. Məhz bu esse başlığına biz fikir bildirdik və qeyd etmək lazımdır ki, öz fikrinizi bildirəndən sonra, məsələn, başlıq hissədə, introduction'da however, I believe that, yəni razıyam ki, communication daha yaxşı bir ünsiyyət növüdür, bununla razılaşır və razılaşandan sonra body paragraph 1, body paragraph 2, məhz introduction'ın açıqlamasını verəcək. Yəni ki, mən nəyə görə razıyam? Səbəblər. Body paragraph 1-da birinci açıqlamasını verirsiniz. Body paragraph 2-da ikinci açıqlamasını verirsiniz.